Saatlarımız səhər saat 8:00 göstərir. Təxminən 1 saatdan sonra Sokarın Azərqaz İstehsalat Birliyi tərəfindən Gəncə şəhərində yerləşən Gəncə Cihaz Qayırma Zavoduna mediatur təşkil olunacaq. Mediatur çərçivəsində ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin əməkdaşları zavodun işi ilə yaxından tanış olacaqlar. İlk dəfə ki, bu zavodda olurdum. Əsasən burada diqqətimi çəkən məqamlardan biri oldu ki, qaz sayğaclarının hazırlanması idi. Onların hansı qaydada hazırlanıb, hansı qaydada təqdim edilməsini bizə göstərdilər və onun haqqında bizə ətraflı məlumat verdilər. Çox gözəl təəssürat bağışladı. Gəncə Cihaz Qayırma Zavodunda Sokarın Azərqaz İstehsalat Birliyinə aid qaz sayğaclarının istehsal prosesi haqqında media nümayəndələrinə ətraflı şəkildə izah edilir və bütün proses, bütün burada görülən işlər haqqında media nümayəndələrinə digər məlumatlar verilir. Burada sayğacların hazırlanması prosesi ilə yaxından tanış oldum. Qum halından mexaniki sayğac hazır olana qədər və hər bir suala aydınlıq gətirildi. Sözün düzü bura gələnə qədər içimdə bəzi şübhələr, bəzi suallar var idi. Prosesi öz gözlərimlə gördükdən sonra suallar hamısı öz-özünə həllini tapdı. Təşkilatçılara təşəkkür edirəm. Adamlarda belə bir fikir formalaşıb ki, kim yoxlayır, necə yoxlayır. Azərqaz elə istədiyi bir şirkətdən gedir, sayğacı alır, xaricdə daxili istehsalı tətbiqinə həyata keçirir, elə bir şey yox. Yəni, bu standartın nümayəndələri burada iştirak edirlər və sayğacın istismara yararlılığını təsdiq edəndən sonra artıq onu satışı və Azərqaz tərəfindən tətbiqi həyata keçirir. Bunun sayəsində zavod həm istehsal gücünü artırıb, həm də xeyli sayda burada işçilərin işinin təmin olunması məsələsi. Məsələn, indi bizə verilən məlumata görə hazırda burada 270-dən artıq işçi deməli, çalışır. Eyni zamanda gələcəkdə burada yeni tip qaz sayğaclarının istehsalı planlaşdırılır ki, bu da həm bu özəl sektorun inkişafına, burada əlavə iş yerlərinin açılmasına və bu 270 nəfərli işçinin daha da artmasına səbəb ola biləcək. Bu sevindirici bir haldır ki, yəni bu Azərqazın dəstəyi sayəsində müəssisənin istehsalı genişlənir. Bunu yaxından görmək, bu istehsal prosesi ilə tanış olmaq çox maraqlı oldu və bu prosesin istehsalatın davamlı olacağını və daha yeni iş yerlərinin açılacağına ümid edirik və bunu görmək xoş olar da işıqlandırmaq həm xanımlarımızın zəhmətini, həm Cihaz Qayırma Zavodunun fəaliyyətini və evlərimizdə də bu qaz sayğacını görmək və işlətmək bizə xoşdur ki, bunlar bizim yerli istehsalımızdır. Çox xoş təəssüratlar bağışladı bu zavodda gördüklərimiz. Xüsusilə burada yerli istehsal olunan su sayğacları, qaz sayğaclarının istehsalı və bunun ölkəmizə və ölkədən kənara bunun ixracı. Həmçinin burada bizim diqqətimizi çəkən daha bir məqam oldu ki, burada qadınların işə cəlb olunması, burada qadınlar xüsusilə bu işlərdə çalışırlar. Bununla yanaşı biz çox sevinirik ki, ölkəmizdə yeni iş yerləri açılır, insanlar işlə təmin olunurlar və bizə lazım olan avadanlıqlar ölkədən kənarda deyil, ölkənin daxilində istehsal olunur və biz bunu asanlıqla əldə edə bilirik. Bu potensialdan istifadə edib bu cür müəssisə yaratmaq çox effektivdir və bu həm də Azərqazın yəni bir sayğacının yaradılması, sayğacın istehsal edilməsi həm də Azərqazın özü üçün də məqbuldur. Çünki avadanlıqlar xarab olur, avadanlıqlar istismardan çıxır və bunları təmir eləmək lazımdır və sair. Hazır baza var. Bu bazadan istifadə etməklə bu cür problemlərdən yaxa qurtarmaq olur. Və bununla da həm Azərqaz udur, həm də şirkət udur. Bunu istehsal edir. Mən çox bəyəndim və çox təsirləndim ki, belə Azərbaycanda belə bir müəssisə var.